Və belə. Bura İmişli rayonu Qaraqaşlı kəndidir. Bəlkə də İmişlinin ən kasıb kəndidir. Yiyəsiz kəndi. Çünki bizim yiyəmiz yoxdur. Bizim yiyəmiz olsa, bu kənd cəmaatı malla, qarı ilə, toyuqla, cüzü ilə yaşayır. Başqa iş yeri, gəlir mənbəyi heç bir yerdən yoxdur. Ona görə də bizi nəzərə alan yoxdur. Yəni bizi it yerinə qoyan yoxdur bu kəndi. Bax, cəmaatın mal qarası bu cür qırılır. Susuzluq. Allah bu kəndi bu günə qoyanın ömrün kəssin. Lap istəyir, dəxli yoxdur. Kim olur olsun, başdakılar olsun, hardakılar olsun, heç bir dəxli yoxdur. Canları çıxsın, bu kəndi su ilə təmin eləsinlər. Allah bəlalarını versin.